Salam aleykum əziz izləyicilər. Sizinlə son xəbərlə bölüşmək istəyərdim. Prezidentin şəxsi səhifəsində, Facebook səhifəsində 2 saat öncə belə bir bölüşüm olub. Martın 8-də İran İslam Respublikasının prezidenti Məsud Pezişkyan, Azərbaycan Respublikasının prezidenti İlham Əliyevə zəng edib. Prezident Məsud Pezişkyan dövlətimizin başçısının, İran İslam Respublikasının ali rəhbəri Əyətullah Seyid Əli Xameneyinin və bir çox mülki şəxsin həlak olması ilə əlaqədar İranın Azərbaycandakı səfirliyinə gələrək başsağlığı verməsinə, həmçinin İrana humanitar yardımla bağlı niyyətinə görə minnətdarlığını bildirib. Məsud Pezişkyan Naxçıvan havadan atəşə tutulması ilə bağlı insidentin İranla əlaqəsi olmadığını deyərək hadisənin araşdırılmasını vurğulayıb. Prezident İlham Əliyev İranda baş vermiş son hadisələrdə çox sayda mülki şəxslərin həlak olması ilə bağlı bir daha başsağlığını çatdırıb. Dövlətimizin başçısı Naxçıvanda baş vermiş hadisənin araşdırmasının vacibliyini vurğulayıb. Yəni, mən həmişə demişəm ki, səbirli olmaq lazımdır. İndi çoxlu videolar çəkirlər, artıq qonşuya düşmənçilik belə edirlər. Mən hər zaman yenə deyirəm, Azərbaycan üçün sülh arzuluyuram və inşallah hər şey yaxşı olacaq. Qonşularla da inşallah sülh olar, mən elə düşünürəm.